Hitchcock'un Psycho filmində, çünki Hitchcock deyəndə ən məşhur filmi elə Psycho filmidir. Quzuların Səssizliyi filmindəki Buffalo Bill və Meksika qətliamı, hansı ki serial olaraq da demək olmaz, ayrı-ayrı filmlər olaraq, amma mövzu olaraq, cinayətlər olaraq eyni bir mövzudadır. Bunların bu filmlərdəki təsvirlərdəki obrazların hər biri Ed Gein adlı real tarixi serialı qatildir. Bunun deməli birinci Psycho'dan danışsaq, Hitchcock'un filmində necə təsvir edilibdir? Bir baş qəhrəman oğurluq eləyir, pul oğurlayır və qaçır yağışlı bir gündə bir otelə yaxınlaşır. Oteldə keçəndən sonra bir otel sahibi ilə yemək yeyirlər və daha sonraki səhnədə baş qəhrəmanın, hansı ki bunun özü bir inqilab idi demək olar ki dövrü üçün, baş qəhrəman filmin yarısında öldürülür və onu öldürənin kim olduğunu anlamırıq. Daha sonra otel sahibi, hansı ki yemək yeyirdi, onlar birlikdə gəlir, bu cinayəti, yəni cəsədi ortadan qaldırır, gizlətməyə çalışır və daha sonra öldürülən qızın bacısı və sevgilisi onu axtarmağa başlayırlar. Eyni zamanda bir də dedektiv axtarır və bacısı və sevgilisi oteldən şübhəli qaldıqları üçün yenidən otelə dönüş eləyirlər. Birisi oteldə danışarkən, bacısı isə gedir axtarışlar eləyir və bu cinayət, yəni qısaca danışıram, üstü açılır ki, cinayəti eləyən otel sahibidir. Deməli, bu filmdə daha sonra görürük ki, adamın filmin əvvəllərində anası ilə birlikdə yaşadığını görürük. Amma sən demə, sonda anlayırıq ki, onun anası əslində bir cəsəddir. Daha sonraki ikinci filmdə Buffalo Bill'də Quzuların Səssizliyində əslində tam Ed Gein deyil, amma onun da bir göndərməsi var. Ed Gein'in də bir göndərmə var. Çünki Ed Gein öldürdüyü qadınların üzlərini üzünə taxırdı, dəri taxırdı, yəni üzlərini soyaraq və qadın dərisindən də eyni zamanda mebellər yaratmışdı. Məsələn, qadınların məmə ucularından otaqlarında əşyalar yaradırdı, mebel, divan və s. Yəni çox qorxunc cinayətlər var idi. Burada da Buffalo Bill də öldürdüyü qadınların dərisini istifadə eləyirdi və Texas qətliamı seriyasında da slash qorxu janrındadır. Yəni bu janrın demək olar ki, əsasını qoyan filmdir və ən qorxu klassikası sayılır eyni zamanda. Deməli, bu filmlərdə də gənclər kənarda qalan bir kəndə gəlirlər. Hansı ki, bu kənddə həyat yoxdur, yaşam yoxdur və orada bir köçərək yenilik eləmək istəyirlər. Amma burada yaşamış bir ailə üzvü onlara hücum eləyir, mişarla onları doğrayır. Tamamilə çox möhtəşəm bir qorxu filmidir. Qan var, amma çox vaxt qorxu filmlərində çünki qan qorxudan çıxır, daha çox iyrənmə hissi yaradır. Amma bu filmdə qan o dərəcədə də çox işləməyib. Gərginlik də var, qorxu, həyəcan da var və deyərdim ki, kənd geridə qalmışlıq, sivilizasiyadan uzaqlaşmış, mədəniyyətdən kənarda qalmış. Çünki o gənclərin qayıtdıqları qəsəbələr çox vaxt insanların yaşamadığı filmlərində də görürük ki, başlanğıcda da məsələn 2016 filmində də görürük ki, hekayələrində artıq kənddə həyat dayanıb, insanlar hamısı oradan köçüblər, yaşanılmaz bir yer olur və bu qətliamı törədən adamın da, dəri üzlü adamın da belə deyim, qəssab olurlar ailecək, amma onlar yəni artıq deyirlər ki, siz işdən azad edilirsiniz. Çünki hamı keçib gedib. Amma bunlar getmək istəmirlər. Bir növ cəmiyyətin kənarında qalmış, diskriminasiya edilmiş ailədir. Onsuz da bu dəri üzlü adamın anasının da dindar bir qadın olur, hekayəsinin sonunda danışacağım. Yəni burada da təsvir olunur ki, ailənin özündə də belə psixoloji pozuntular olur və o öldürdüyü adamların, qadınların dərisini
üzünə taxmasının da öz kimliyinin olmamasıdır. Kimlik axtarışıdır. Kimliyi formalaşmayıbdır. Şəxsiyyət pozuntusu var və bəzən Ed Geinin də qadın geyimləri geyinir. Yəni qadın geyimi geyinir. Məsələn, anasının geyimi geyinində anası kimi onun şəxsiyyətini almış olur, onun kimi davranır. Məsələn, Sapıq filmində, Psycho dediyim filmdə deməli analiz eləyəndə, məsələn, filmdə də bu analiz detektiv tapandan sonra, cinayətin üstü açılandan sonra çox qəşəng orada sonluq var idi. Yəni o filmdə deyilirdi ki, bu adam uşaq vaxtı ailəsi çox dindar olub, eyni ilə Ed Geinin həyatının hekayəsidir və qısıtlamalar gətirib. Yəni bir növ itaətkar, anasının sözündən çıxmayan, anası nə desə onu eləyən, öz həyatı olmayan, şəxsiyyəti formalaşmamış bir uşaqdır. Və anası da ona qadınların zina olduğunu, dindar olduğu üçün qadınları təhlükəli hesab eləyib, qadınlardan uzaq durması olduğunu deyir və bu deməli filmin qəhrəmanı da Ed Geində travma yaradır. Qadınlara qarşı bir nifrət yaratmış olur. Eyni ilə anasına da əslində ifrat sevgisi, yəni onun kimliyini alacaq qədər, onun anası öləndən sonra anasının cəsədini atmır, tullaya bilmir və məzarları gedib real Ed Geində məzarları qazıb insanların dərilərini çıxardırmış. Yəni o sevgisi də travmatik sevgidir təbii ki və deməli qadın geyimi geyinərək gedir cəsədi, yəni filmdə görürük ki, gəlir deyir ki, bunu niyə elədin? Sonra cəsədi gizlədir. Burada əslində anasının öz şəxsiyyəti olmadığı üçün, anasının roluna da girdiyi üçün şəxsiyyət pozuntusu yarananda anası kimi özünü hiss eləyəndə gəlir qadını öldürür. Çünki realda qadınla ünsiyyət qurur, amma şəxsiyyəti pozulanda anası olandan sonra anası olsaydı necə davranırdı məsələn? Onun qadınla yaxınlıq eləməsinə, çünki qadağa idi, yəni icazə yox idi. Ona görə də o anasının obrazına bürünüb qadını gəlib öldürürdü. Yəni əslində qadını öldürən də cinayəti ortadan qaldıran da eyni adamdır. Amma onlar şəxsiyyət pozuntusu var deyə anasının roluna girir, başqa qadınların cildinə girir deyə sanki fərqli kimi göstərilir bizə filmdə. Bu da dediyim kimi Hitchcock'un film dahisi olmasının göstəricisidir bu film əslində. Bu qədər möhtəşəm Ed Geinin hekayəsindən film çıxartmaq dəhşət dərəcədə, yəni dahiyanə bir film idi. Və Buffalo Bill-də dediyim kimi ayrıca bir film deyil. Buffalo Bill sadəcə orada polislərin axtardıqları qadınları öldürüb onların dərisindən istifadə edən bir obraz idi. Bu Texas qətliamı da məncə dediyim kimi slash qorxunun klassikasıdır, atasıdır demək olar ki, bu film ki, davam filmləri də çəkilibdir. Netflixdə bunun serial kimi davamlı olacaq filmlərini çəkmişdi. Netflixdəkini izləməmişəm. Amma izlədiyim bölümləri ilə çox möhtəşəm qorxu janrının ən sevdiyim filmlərindən birisidir. Dəri üzlü adam. Yəni dediyim kimi, burada gənclərin azadlığının qısıtlanması, hansı ki onlar kəndə gedirlər, yəni bir geridə qalmış sivilizasiyadan, modernlikdən kənar bir ortam, kənd qorxusu belə deyim. O insan yolda məsələn qarşılarına adamlar çıxır, kənd qorxusu, azadlığın qısıtlanması, bu ailənin bu travmaların olmasının səbəbi eyni ilə cəmiyyət tərəfindən diskriminasiya olunmuş. Amma əslində yenə də sual yaranır ki, Monster animəsində məsələn bu sual vermişdim ki, əslində canavar kimdir? Çünki bu uşağı canavara çevirən elə ailəsi özü olur və yəni başqa o şərtlərdə böyüyən bir ailə bütün azadlığının qısıtlanması, hətta Ed Geini anası məktəbə belə göndərməyib ki, o məktəbdə gedib qız uşaqlarını görəcək. Qız uşaqların, yəni o qadına nifrəti, qadını öldürəcək qədər nifrəti, travma yaratmasının səbəbi birbaşa anasıdır. Əslində canavarın özü elə anası olmuş olur, bir canavar yaradır və dindar ailə olmasının da çox vaxt din ümumiyyətlə Freudda da bilirik ki, dindar insanları nevroz olaraq adlandırırdı. Yəni onsuz da çox vaxt bu tip vəhşiliklər dindar ailələrdən çıxır. Qadağalarla, qadağa nədir? İnsanın təbiətinə, belə deyim, məsələn zina, halbuki bu bizim
təbii instinktimizdir. Yemək, içmək qədər təbii bir ehtiyacdır və bu zina deyib qadağan eləyəndə şüur altına belə deyim, gizlədiləndə daha travmatik nəticələr olur. Qadağaların ümumilikdə, bu siyasətdə də belədir. Dövlət nəyisə qadağa eləyəndə daha əks effekt verir. İnsan çünki qadağa olunana meyilli olur. Yəni dinlər də ümumilikdə qayda, qanunlar, qadağalar demək olar. Din demək mənim üçün qadağa deməkdir. Daha travmatik nəticələri çıxardır dindar ailələrdə olan uşaqların. Yəni burada Ed Gein'in real həyatdakı ailəsi də xristian olur, qatı dindarlar olur. Yəni dediyim kimi bu qatilin özəlliyi üzünə maska taxmasının səbəbi kimliyinin oturuşmamasıdır. Kimliyini tapmadığı üçün digər qadınların kimliklərini alır, anasının geyimlərinin orada trans qadın olaraq göstərilirdi. Onun da səbəbi qadın geyiminin əslində trans deyildi. Qadın geyimlərinin geyinməsinin səbəbi anasının roluna bürünürdü, onun kimliyini alırdı. Anasının cəsədini atmamasını, saxlamasının səbəbi, yəni onu var eləyən bir şəxsiyyət olaraq olmadığı üçün anası nə deyib elə yaşayıb, anası qəbirdə olsa, ölsə, o yox olmuş kimi olacaq. Ona görə onun ölümü qəbul eləmir, cəsədini saxlayırdı. Və deməli, kənd yerində olması, yəni filmlərin hamısında görə bilərik ki, Hitchcock'un filmində də bunu görürdük. Otel gəldik, otel tamamilə izolasiya olunmuş, ətrafda heç kim yoxdur. Hətta bütün filmlərdə də deyilir ki, yəni burada insan necə yaşaya bilər? Psycho filmində də deyir ki, qadın burada adamın ağlı gedər, yoxsa dedektiv deyirdi onu, hər nəysə. Yəni deyir ki, burada normal insan yaşaya bilməz, insan ağlını itirər. Və cəmiyyətdən dediyim kimi o modernləşməyə ayaq uydurmamış, həm də bir geriçilik də, yenə də deyirəm, ailəsinin dindar olması səbəbindən hər kəs o qəsəbədən köçəndə, şəhərlərə gedəndə, insanların olduğu sivilizasiyanın inkişaf elədiyi yerlərə gedəndə bu ailə bunu eləyə bilmir, geridə qalırlar və cəmiyyətdən təcrid olurlar. Bu da biz bilirik ki, hamımız sosial heyvanlarıq, yəni sosial olmaq bir tələbatdır, seçim deyil. Ona görə də məsələn yalnızlığı çox belə göylərə qaldırırlar, dahiyanə bir şeymiş kimi təbliğ edirlər ki, burada gerçək payı var, amma ümumilikdə insanlar məcburdular bir-birlərinə. İzolasiya olanda da dediyim kimi, yəni təkamülümüzdə də məsələn qruplaşaraq həyatda qalmışıq. Qruplaşmasaydıq, birlikdə o qorxu, hansı ki, həmişə deyirəm, qorxu hissi həyatda qalmamızın, təkamülümüzün ən güclü hissidir. O qruplaşaraq vəhşi heyvanlardan və yaxud da ki, digər təhlükələrdən mübarizə aparmağı öyrənmişik. Yəni insan sosial bir heyvandır və bu ailə o qrupdan ayrı düşür, izolasiya olunur. İnsanlar ona görə aralarında uçurum yaranır və belə bir qatil çıxır. Yəni bu filmlərdəki şəxsiyyətlərin hamısı tarixi yaşamış bir real şəxsiyyətdir. 3 filmi də mən Psycho-nu sevirəm. Quzuların səssizliyi ümumiyyətlə, yəni şahesərdir o heç. Və Texas qətliamı da Mişarla, hansı ki üzünə maska taxır, Mişarla çox dəhşətli şəkildə insanları, gəncləri deyərdim daha çox. Dediyim kimi, yəni gənclər yenilik, modernlik, azadlıq, amma bunlar zamanla ayaqlaşa bilməmiş, cəmiyyətdən təcrübə olunmuş, köhnəlmiş, belə deyək, cəmiyyətdir və onlara nifrət edir. Yəni nifrətinin səbəbi dediyim kimi qadınların ölməsinin tək səbəbi anasının onda yaratdığı qadınlara olan nifrətdir. Və bu arada ən maraqlı yerini deməmişəm ki, bu arada anasını özü öldürmüş olur Ed Gein. Çünki anası daha sonra bir adamla münasibət qurur və onu qısqandığı üçün, ana münasibət bağları sağlıqlı olmadığı üçün, anasını qısqandığı üçün atasını, ögey atasını, anasının sevgisini deyim, öldürmüş olur. Yəni bunun da üstünə günahkarlıq psixologiyası gələndə tamamilə psixologiyası alt-üst olmuş, əslində qurban olan, amma qurban olması da onun cinayətlərini haqq qazandırmayan, bir cinayətkara vəhşiyə çevirmiş bir tarixi şəxsiyyətdir. Bu filmləri slash qorxu janrındakı Meksika qətilləri serialını, qorxu janrı sevənlərin yəqin ki, mütləq hamı bilir. Mənim də ən sevdiyim və izləməkdən zövq aldığım bir filmlər seriyasıdır. Mütləq ki, məsləhət bilirəm. Eyni zamanda bu janrın tarixi bir şəxsiyyət olduğunu da bilib izləyəndə daha maraqlı olur.